Köhnələr. İstəyirəm söhbət açım ölkəmizin çox saylı tibb müəssisələrinin birinin göstərdiyi servis haqqında. Hadisənin təsviri ondan ibarətdir ki, bir pasiyent müraciət edir sözü gedən klinikaya KT xidmətindən yararlanmaq üçün. Pasiyentin adı Rızaquliyev Beybala, yaşı 68, pasiyent onkoloji əməliyyat keçirdib və yəni ki, öz planlı şəkildə tibbi müayinəsini keçir. Yəni bu hadisə baş verib 8 may tarixlərində, 2025-ci il 8 may tarixlərində. Pasiyentə KT əməliyyatından qabaq, yəni ki, KT prosedurundan qabaq kontrast iynə vurulur. O iynə nəticəsində KT yəni ki, davam edən zamanı, yəni prosedur davam edən zamanı pasiyentin halı pisləşir qəflətən, yəni çox pisləşir və pasiyent başlayır qaytarmağa, anafilaktik şok keçirir. Yəni sonra həkimlər bunun adını belə qoydular və heç bir tibb personal, yəni ki, heç bir tibb personalının üzvü pasiyentə yaxınlaşmır. Yəni pasiyent demək olar ki, çox pis bir vəziyyətdə, yəni qalır orada. Nəhayət sonda əlini yuxarı qaldırma işarəsi ilə görürlər onu və gəlirlər oradan proseduru dayandırırlar. Demək olar ki, pasiyentin həyatını xilas edirlər. Pasiyent sözsüz ki, pasiyentin yaxınları, yəni ətrafında olanları, özü çox saylı iradlar orada bildirirlər, amma iradları demək olar ki, belə cavabsız qalır. Heç elementar üzrxahlıq da, yəni bunlara söyləyən orada olmur. Nəinki belə, nəinki üzrxahlıq, əksinə, yəni hətta deyirlər ki, hər şey normaldır. Orada, yəni ki, müəyyən radioloji fon var və o fona görə biz heç bir halda ora daxil ola bilmərik. Yəni daxil ola bilməzsiniz. Necə daxil ola bilməzsiniz? Axı o KT avadanlığının sözsüz ki, nəsə bir kritik hallar üçün söndürmə mexanizmi yaxud proseduru dayandırma bu mütləq olmalıdır. Məncə bunsuz bu heç cür ola bilməz. Çox sizi yormaq istəmirəm. Yəni biz burada neylə rastlaşırıq? Biz burada tibb personalının demək olar ki, qeyri-peşəkarlıqla və öz işinə laqeyd yanaşma ilə rastlaşırıq. Onu da demək istəyirəm ki, həmən sözü gedən tibbi müəssisə çox müasir, yəni müəssisədir, tanınmış bir müəssisədir. Mən indi onun adını çəkmək istəmirəm. Çünki o həmən müəssisədə çox saylı doğrudan da yaxşı həkimlər var. Yəni ki, mən o müəssisə haqqında ancaq yaxşı bir şey eşitmişəm həmişə. Amma indi bu dəqiqə bu videonu da paylaşmağın məqsədi odur ki, yəni həkimlər bir-birinə ötürsünlər. Mən bu dəqiqə önəmli məlumat verəcəyəm və bu məlumat əsasında yəni öz məlumat mərkəzlərinə daxil olub o klinikalar tapa biləcəklər ki, yəni söhbət hansı klinikadan gedir və öz işçilərinə qarşı mənə elə gəlir ki, rəhbərlik tərəfdən müəyyən tədbirlər mütləq görülməlidir ki, gələcəkdə bir də bu cürünə belə bir hadisələrlə üzbəüz gəlməmək üçün. Çünki belə bir hadisələrin fəsadı çox ağır ola bilər. Ən ağırlarından da biri hansısa bir vətəndaşın həyatını itirmək. O üçün məlumat budur. Həmən o xəstəxana yerləşir Badamdart tərəfdə. Yəni özünüz bilirsiniz, Badamdartda o qədər də çox xəstəxanalar yoxdur. Bu hadisə baş verib may ayının 8-i. Həmən pasiyentin 68 yaşı var. Adı da ki, Rızaquliyev Beybala. Bu qədər qəlbdən qəlbə mən çox ümidvaram ki, yəni bu mənim video müraciətim lazım olan ünvana çatacaq.